İsfahan mərkəzli dediniz. İsfahan mərkəzli Türkistan. Bilirsiniz niyə deyirəm? Çünki Tehran mərkəzli deyirdiniz. Tehran mərkəzli Azərbaycan idi. Bir çox dostlarımız, soydaşlarımız İranın Azərbaycan olmadığını qəbul etdilər və Tehran mərkəzli Azərbaycanın mümkünsüz olduğu dilə gəldi. Bildirdilər ki, Azərbaycan İranın bugün coğrafiyasının 1/5 təşkil edir. Qalan 4/5 Azərbaycan deyil dedilər. Və təbii ki, böyük müzakirələr oldu. Hələ də o müzakirələr davam edir. Tarixdən də hər kəs bilir ki, və Səlcuqlardan da öncə ta qədimdən o bölgə Türkistan olub, Türk millətinin vətəni olub. Səlcuqlar dönəmində də bilirsiniz ki, İsfahan bölgədə Səlcuqların başkəndi olub. İsfahan çox qədim xarakterə malik olaraq Səlcuqların gəldiyi dönəmdə də mərkəz şəhəri olmaqla buranı tam mənada Türkistan etdilər, yapdılar. Və bugün də o bölgənin böyük əksəriyyət türkdür. İsfahan tarixi anlamda həm də ki, indiki anlayışına haqq edir ki, İsfahan mərkəzli Türkistan adını özlərinə götürsün, İsfahan Türkistanın başkəndi olsun. Bu baxımdan biz İsfahan mərkəzli Türkistan deyirik, Təbriz mərkəzli Azərbaycan.